Bu korporativ mədəniyyəti mən maraqlı mənə gələn bir nümunə ilə müqayisə eləyirəm. Ümumi bir dildir. Həmin o dəyərlər, prinsiplər ümumi dil yaradır. Ümumi dildə danışan şirkətdə şübhəsiz ki, əməkdaşlıq daha yüksək olacaq, konfliktlər daha olacaq, bir-birinin motivasiyası daha yüksək olacaq. Bu Babilistanda qüllə tikilmə barədə yəqin ki, rəvayət eşitmisiniz də. İnsanlar toplaşırlar, Allaha çatacaq, Tanrıya çatacaq bir qüllə tikmək istəyirlər. Tanrı da qəzəblənir ki, mənə özünə yaxın bildirirlər və dillərini fərqləndirir. Nəticədə onlar iş dayanır. Birinci, sonra da başlayır çökülməyə, qüllə çökülməyə. Korporativ mədəniyyətdə şirkətlərdə sanki belə bir ümumi dildir. Maraqlı bir faktla bunu birləşdirirəm, bu rastıma gəlmişdi. Deməli, dünyada 6-7 min dil var. Və çox maraqlı məqamdır ki, onların mini nisbətən balaca olan ərazidə yerləşir. Yeni Qvineya adasında yerləşir bu tayfalar. Başqa bir məqamda, maraqlı məqamdır ki, yəqin təsadüf deyil ki, dünyada ən geridə qalmış ərazilərdən biri bəs Yeni Qvineyadır.